Bu günləri popkorn hazırlayıram ev şəraitində. Yəni tavanı bulaşdırmadan necə popkorn hazırlamaq olar sizinlə paylaşmaq istədim. Hamının evində falqa var. Falqanın içinə popkornları tökürəm. Bu şəkildə. Üzərinə də kərə yağını qoyuram və üzərini belə falqa ilə bağlayıram. Bu şəkildə kənarlarını belə bükürəm. Bura onsuz da bağlıdır. Buradan da bir, iki, ve ağzına bağlıyorum. Hediye paketi oldu. Bu şekilde oldu hediye paketi. Şimdi aparım gaza. Bakın koydum tavaya. Bakın şark kimi şişti. Balaca qırağında deşik açtım. İçindekiler partlamaya başladı. Gördüğünüz gibi hazır oldu. İndi isə açaq. Dadına baxa görə necə alınıb. Maraqlıdır. Qəşəng qab bulaşmadan, heç bir qab bulaşdırmadan popkornumuz hazır oldu. Siz de hazırlayın. Nuş olsun.